Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli uşaqlar, bu gün bir də işıq mövzusundan ümumiyyətlə danışacağıq. Düzdür, ən birinci bunu bilmək lazımdır əslində uşaqlar. İşıq nədir? İşıq işıqlanan cisimlərin şüalandırdığı zərrəciklər selidir. Korpuskülər nəzəriyyədə, yəni biz işığı bu cür deyirik. Bəs işıq mənbəyi nədir? İşıq mənbəyi də işığı şüalandıran cisimlərdir. İndi bunun mən ilk dərsimizdə biraz bunlar haqqında məlumat vermişdim. İndi burada bir də biz başqa nədən danışa bilərik? Nöqtəvi işıq mənbəyi var uşaqlar. Nöqtəvi işıq mənbəyi verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan işıq mənbələrdir. Yəni sanki fikir verirsiniz, biraz maddi nöqtə anlayışını xatırladır. Bu şəkildə baxa bilərsiniz. Bir də indi uşaqlar kölgə anlayışımız var. Kölgə nədir? Kölgə anlayışı ümumiyyətlə cismin düz xətli yayılması qanununu izah edir uşaqlar. Kölgədə cisim işıqlanan mənbədən işıqlananda cismin arxasındakı fəzaya əlbəttə ki, işıq keçmir, düzdür? Bu zaman tam kölgə alınır. İndi gəlin bir dənə şəklinə diqqətlə baxaq. Aha, diqqətlə şəklə baxın uşaqlar. Bu S bizim işıq mənbəyimizdir. İşıq mənbəyindən cismin üzərinə şüalar düşür. Bir cismin yuxarı hissəsindən təbii ki, bir cismin aşağı hissəsindən. Yəni bu orta hissədən düşən şüalar da uşaqlar biz tərəfdən yəni hiss olunmur. Bax buradan düşən şüalar, yəni necə hiss olunmur? Yəni cismin arxası fəzasına keçə bilmir şüadan bağlı olduğuna görə. Aha, indi buradan cismin bir yuxarısından işıq gedə bilir, bir aşağısından gedə bilir. Buna görə də burada baxın bu hissədə cismin kölgəsi alınır. Yəni kölgənin alındığı yer hara olacaq uşaqlar? Cismin tam arxasında. Biz buna uşaqlar tam kölgə deyirik. Bax burada cismin biz kölgəsini görəcəyik. Niyə? Çünki nöqtəvi işıq mənbəyindən cismin arxasında yerləşən nöqtəvi işıq mənbəyindən digər fəzanın digər tərəfinə işıq şüaları çatmadığına görə burada tam kölgə alınır. İndi gəlin yarım kölgə anlayışına baxaq. Uşaqlar, burada ikincidə yarım kölgədir. Baxın, yarım kölgə 2 dənə işıq mənbəyindən şüalanır, fikir verirsinizsə. Ya da məsələn, bir böyük işıq mənbəyindən şüalana bilər. Məsələn, günəş kimi. Onda günəş yuxarıdan da 2 dənə şüa göndərir, aşağıdan da 2 dənə şüa göndərir. Sanki 2 dənə nöqtəvi işıq mənbəyi var imiş kimi. İndi burada 2 nöqtəvi işıq mənbəyindən uşaqlar, cismin üzərinə bir buradan şüa, bir buradan şüa düşür, birincindən, ikincidən daha doğrusu. Birincindən də bir buradan, bir buradan. Yəni nöqtəvi işıq mənbəyinə 2 şüa göndərirsən də hər zaman. Bir cismin yuxarı tərəfinə, bir cismin aşağı tərəfinə. Uşaqlar, fikir verirsinizsə, baxın bu şüaların hər ikisi bu hissəni kölgəyə salır. Ona görə bu hissədə kölgə alınır. Amma bu hissədə ikinci şüadan kölgə düşsə də, baxın birincinin şüası buranı görür. Amma ikinci şüadan kölgə düşür. Burada isə, bu hissədə isə birinci işıq mənbəyindən işıq düşür, amma yəni kölgə yaradır, amma ikinci işıq mənbəyindən işıq düşür. Yəni bir işıq mənbəyindən işıq düşüb, digər işıq mənbəyindən kölgə yaranırsa, onda orada tam kölgə alına bilmir. Yarım kölgə alınır. Amma hər ikisinin kəsişdiyi, işığın düşmədiyi yer yenə tam kölgənin yarandığı yerdir. Yəni 2 dənə işıq mənbəyindən şüaları göndərirsiniz. Onların hər ikisinin kəsişdiyi yerlər bizim üçün olacaq tam kölgə. Amma biri tərəfindən şüalanıb, biri tərəfindən kölgə yaranırsa, onda yarım kölgə olacaq. Yarım kölgə də odur ki, yəni işıq mənbəyi cismin fəzanın elə bir hissəsidir ki, cismdən ora işıq müəyyən qədər işıq düşür. Amma tam kölgədə ümumiyyətlə işıq düşmür. Yəni burada baxın, burada tam kölgə alınacaq yenə də. Yenə deyirəm, çünki hər iki mənbədən bura işıq düşmür. Hər iki mənbədən işıq düşmür. Burada tam kölgə alınacaq. Amma bu hissələrdə uşaqlar yarım kölgə alınacaq. Biraz rəngini ona görə açıq qoydum. Yəni bilək ki, bu hissələrdə yarım kölgə, tam yox. Tam yox, belə baxın, yarım kölgə alınacaq. Yəni bu hissələrdə. Bax belə uşaqlar. Bunu yadımızda saxlayaq. Aha, dediyimiz kimi uşaqlar işıq şüalarından danışdıq. İşıq şüaları ümumiyyətlə 3 qrupa bölünür uşaqlar. Paralellik var, divergent var. Divergent yəni bir yandan da haçalanan mənasındadır. Yəni uzaqlaşır. Konvergent isə yaxınlaşmaq mənasındadır. Konvergent şüalanmaları da yaxınlaşır. Yəni bunları da bilək ki, deməli mənbələrimiz 2, daha doğrusu 3 bölməyə bölünür. Aha, baxın uşaqlar, bu bizim birinci cihazımızdır. Bu optik diskdir. Optik disk nədir? Optik diskin üzərində bölgülər olur və o
bir lövhədir də belə deyək. Yəni üzərində bölgülər olan dairəvi bir lövhədir. Bu bölgülər də necədir uşaqlar? Bucaqlara uyğun bölünüb. Yəni bölgülər bucaqlara görə bölünüb. Hansı bölgüyə baxanda hansı bucaq olduğunu görə bilirsiniz. Diskin də kənarında bir dənə sarı rəngli gördüyünüz kimi lampa var. Lampadan şüa şüalandırılır və güzgü ilə tən ortasında müstəvi olduğuna görə, yəni diskin mərkəzində müstəvi güzgü olduğuna görə o lampadan şüa düşəndə müstəvi güzgü onu qaytarır və biz orada düşmə bucağına uyğun qayıtma bucağını görə bilirik. Yəni bununla da şüanın üzərinə düşən, daha doğrusu düşən şüa güzgüdən qayıdır və beləcə bucaqlar təyin olunur. İkinci uşaqlar lupadan danışaq. Lupa çox güman ki, hər birimiz görmüşük. Fokus məsafəsi 10 sm, yəni 1-10 sm arasında olur. Lupa özü toplayıcı linzadır uşaqlar. Gözlə çətin görülən cisimləri, yəni balaca xırda cisimləri böyütmək üçün mövhumi xəyal alırıq burada. Və burada biz lupanın ən yaxşı nəticə ala bilməyimiz üçün burada cisim məsafəsi fokus məsafəsindən kiçik olmalıdır. Yəni lupanın fokus məsafəsindən yaxına qoymalıyıq cismi. Lupanın ümumiyyətlə böyütməsini tapanda biz uşaqlar G bərabərdir D0 bölək F-dən istifadə olunur. Burada D0 bilirsiniz nədir uşaqlar? Ən yaxşı görmə məsafəsidir. Normal göz üçün də ən yaxşı görmə məsafəsi 25 sm hesab olunur. Bu da yadımızda saxlayaq. Sonra üçüncü danışacağıq uşaqlar eynəklərdən. Eynək nədir? Eynək göz qüsurlarını, yəni yaxın görmə, uzaq görmə aradan qaldırmaq üçün istifadə olunur. Uşaqlar baxın, yaxın görmədə biz səpəci linzalardan istifadə edirik. Yaxın görmə qüsuru yaxını yaxşı görmək deməkdir, yəni uzağı görmür. Yaxın görmədə bunun səbəbi odur ki, əslində şüalar düz torlu qişanın üstündə alınmalıdır uşaqlar. Gəlin bir onun şəklini qoyun, mən burada dərindən izah edeyim. Aha, baxın uşaqlar, diqqətlə baxın. Birinci onu bilin ki, insan gözü toplayıcı linzadır. Göz forması badamı toplayıcı linzadır. Yəni şüaları toplayır. Normalda necə olmalıdır uşaqlar? Baxın, normalda şüa buradan gəlir. Bizim gözümüzün içərisi baxın toplayıcı linza formasındadır. Toplayıcı linza kimi toplayıb torlu qişanın üstündə xəyal alınır və biz cismi görürük. Xəyal alındığına görə cismi görürük. Amma uzağı yaxşı görməyən insanlarda bəs nə baş verir? Türklərdə bilirsiniz, ona miyop deyirlər. Uzağı yaxşı görməyəndə nə olur uşaqlar? Torlu qişa buradadır. Yəni biz əslində cismi burada görməliyik. Amma daha qabaqda toplanır. Yəni şüa göz tərəfindən sanki daha tez toplanır və nəticədə xəyal burada görünür. Yəni normalda göründüyü yerdən qabaqda. Biz də ona səpəci linza qoyuruq ki, şüa gözə dəyməmiş birinci eynəyə çatsın, eynəkdə azca səpilsin, sonra səpilmiş şüa toplansın. Səpilmiş şüa da biraz gec toplandığına gedib toplanma düz torlu qişanın üstünə düşür və beləcə insan eynəklə daha rahat görür. Ya da baxaq uzaq görmə problemi olan insanlara, yəni uzaq görmə qüsuru uzağı yaxşı görür, yaxını yaxşı görmür. Bunun səbəbi nədir? Yenə deyirəm, şüa düşür bizim gözümüzə, normal insana. Toplayıcı linzada toplanır və gəlir torlu qişanın üstündə alınır. Amma uzaq görmə qüsuru olanlar, yəni yaxını yaxşı görməyənlərdə şüa uşaqlar bu səfərdə sanki gec toplanır. Yəni normalda burada toplanmalıdır, amma dayda gedir uzaqda toplanır. Ona görə biz ona toplayıcı linza qoyuruq ki, şüa gözə dəyməmiş birinci eynəkdə hələ biraz toplansın, sonra gözdə toplanmış şüanı bir daha toplasın ki, düz gəlib torlu qişanın üzərində alına bilsin. Yəni burada məqsəd ondan ibarətdir ki, uşaqlar, ümumiyyətlə yenə deyirəm, yaxın görmə qüsuru olanlar, yəni uzağı yaxşı görə bilməyən insanlarda şüa tez toplanır. Gedib torlu qişəyə çatmamış toplanır. Biz ona səpəci linza taxırıq ki, şüa əvvəlcə eynəkdən biraz səpilsin, gözümüzə səpilmiş şüa gəlsin. Səpilmiş şüa toplamaq biraz daha çətindir axı. Bir var paralel şüa, bir də var səpilmiş şüa. Səpilmiş şüa biraz gec toplanıb gəlib qabaqda yox, torlu qişan düz üstündə alınsın. Amma uzaq görmə qüsuru olan insanlarda, yəni yaxını yaxşı görə bilməyən insanlarda şüa çox uzaqda alınır. Torlu qişanın arxasında alınır. Biz ona toplayıcı linzalı eynək taxırıq ki, şüa biraz eynəkdə toplansın. Toplanmış şüanı biraz toplamaq daha rahatdır. Gəlib düz torlu qişanın üzərində alınsın. Daha torlu qişadan geri qalmasın. Vəssalam, bundan ibarət əslində. Ona görə də uzaq görmə qüsuru, yəni yaxını yaxşı görə bilməyən insanlar toplayıcı linzadan, yaxın görmə qüsuru, yəni uzağı yaxşı görməyən insanlar isə səpəci linzadan
istifadə edirlər. Daha doğrusu səpəci linzalı ya da toplayıcı linzalı eynəklərdən istifadə edirlər. Və uşaqlar bir şey yadınızda saxlayın ki, səpəci linzalarda optik qüvvənin qiyməti mənfi olur. Ona görə də uzağı yaxşı görə bilməyən insanlar -1, -2, -5 və s. belə yəni eynəklər taxır. Amma yaxını yaxşı görə bilməyən insanlar da toplayıcı linzadır. Toplayıcı linzada optik qüvvə müsbət qiymət aldığına görə, ona görə də 1, 2, 3 yəni belə qiymətlər alır eynəklərin yəni kodları da belə deyək. Onun da səbəbi lap uzaqda alınır, lap yaxında alınır. Təbii ki, görmə qüsurunun həddindən asılı olaraq dəyişir. Aha, fotoaparat nədir uşaqlar? Fotoaparat nədir? Cismin fotolövhədə kiçildilmiş həqiqi xəyalını almaq üçündür və cismin obyektdən cisim məsafəsi 2 qat fokus məsafəsində olmalıdır burada. Elə bilin ki, burada D-nin qiyməti, yəni cisim məsafəsi 2 qat fokus məsafəsindən böyük yerdə yerləşməlidir. Proyeksiya aparatı isə uşaqlar tam tərsi ekranda cismin böyüdülmüş həqiqi xəyalını almaq üçündür və bunun üçün də cisim fokus məsafəsi ilə 2 qat fokusun arasında yerləşməlidir. Akkomodasiya isə uşaqlar bilirsiniz nədir? Akkomodasiya belə deyim də sizə uyğunlaşma deməkdir. Yəni elə bil ki, bir də hiss eləmisiniz də tutalım ki, elə bilin ki, uşaqlar uzaqdakı cismi görmək üçün gözümüzə belə qısırıq ki, yəni gözümüz fokuslasın ya da yaxındakı cismə diqqətlə baxırıq ki, gözümüz fokuslasın. Yəni bu görmə qabiliyyətin tənzimləməyimiz özü akkomodasiya hadisəsi adlanır. Məsələn, sən yaxındakı cismi görmək üçün gözünü daha çox gərginləşdirirsən ki, orada qabarma baş versin, yəni göz qabarsın və biz cismi daha rahat görək. Və yaxud da uzaqdakı cismi görəndə gözümüzü biraz rahat buraxırıq ki, şüalar gəlib düzgün gözümüzün torluq işarəsini çata bilsin ki, biz cismi düzgün bir şəkildə görə bilək. Yəni bu prosesin adı ümumiyyətlə uyğunlaşma adlanır. Aha, indi isə uşaqlar biraz da güzgülərdən danışaq. Yəni güzgülərdə xəyalın alınması və s. Ondan sonra da yekunlaşdıracağıq mövzumizi. Ümumiyyətlə gəlin mən birinci əvvəl son deyim ki, 2 cür güzgümüz var uşaqlar. Qabarıq güzgülər var, bir də çökük güzgülər var. Qabarıq güzgülərdə baxın uşaqlar, bu ön hissəsi qabarıq olan güzgülərdir. Amma sizə bir söz deyim, qabarıq güzgülərdə şüanın yolları linzalardakı səpici linzalara oxşuyur. Qabarıq linzaya oxşan bilirsiniz də, qabarıq güzgü var, səpici güzgü var, qabarıq linza var, səpici linza var. Amma adlarla xüsusiyyətlər tam əks uşaqlar. Yəni qabarıq güzgülərdə linzanın, üzr istəyirəm, şüanın yolu linzada səpici linzanın şüası ilə eynidir. Səpici güzgülərdəki şüanın yolu isə qabarıq linzadakı şüaların yolu ilə eynidir. Yəni burada qabarıq güzgünün üzərinə düşən şüa belə çöldən qayıdır uşaqlar və uzantısı fokus nöqtəsindən keçir. Yəni linzalarda da, səpici linzalarda da bu şəkildə idi də. Biz səpici linzaları belə çəkirdik, yadınızdadırsa. Şüa gedirdi, düzdür, buradan belə uzaqlaşırdı, səpilirdi və bu şəkildə gedirdi. Yəni qabarıq güzgülərdə də şüa səpilir, səpici linzalarda da şüa səpilir. Səpici güzgülərdə belə deyək də şüa toplanır, qabarıq linzalarda da şüa toplanır. Yəni bunu yadınızda saxlayın. Səpçi güzgü üzr istəyirəm, səhv dedim. Yəni çökük güzgülərdən söhbət gedir də. Çökük güzgü də bax bu şəkildədir. Yəni çökük güzgünün də iş prinsipi bizim üçün, yəni şüanın getmə yolu bir yandan qabarıq linzaları xatırladır. Yəni burada şüa gəlir və içəri səthdən qayıdır. Yaxşımı? Yəni eynən o linzada belə olması kimi də gəlib şüanın toplanması kimi düşünə bilərsiniz. Biraz səhvdim, belə gəlib buradan toplanması kimi düşünə bilərsiniz. Aha, bu bizim olur qabarıq güzgümüz. Bunu da yazaq, bir dənə adını da yazaq. Bu da olur çökük güzgümüz. Çökük güzgü. O da bax bu şəkildə olacaq uşaqlar. Deməli, qabarıq güzgülərdə uşaqlar şüa gəlir və xarici səthindən belə deyək də səpilir. Çökük güzgülərdə şüa gəlir, daxili səthindən qayıdır. Ona görə deyir ki, qabarıq güzgülər şüanı xarici səthdən səpən güzgülərdir. Çökük güzgülər isə şüanı daxili səthdən qaytaran güzgülərdir. Yəni bu şəkildə bunları yadınızda saxlaya bilərsiniz. Əsas anlayışlar dedik, yenə deyirəm, çökük güzgü nədir uşaqlar? Daxili səthdən qaytaran güzgüdür şüanı, qabarıq güzgü isə xarici səthdən səpən güzgüdür. İndi uşaqlar, burada bir sıra əsas anlayışlarımız var. Baxın, güzgünün mərkəzi burada T bizim üçün təpə nöqtəsidir. Təpə nöqtəsi anlayışıdır.
Aha, bu təpə nöqtəsidir uşaqlar. Güzgüdən şüa düşəndən sonra, burada çökük güzgüdür da, şüa düşəndən sonra o şüanın qayıtdığı nöqtə bizim üçün fokus nöqtəsidir. Bax, şüa buradan qayıdır. Məsələn, şüa buradan düşsə, o da bu fokusdan qayıdacaq. Yəni, paralel düşən şüa həmişə fokusdan qayıdır. Paralel düşən şüanın qayıtdığı nöqtə bizim üçün fokus nöqtəsidir və nöqtədən güzgüyə qədər olan məsafə də fokus məsafəsidir. Eynən linzalarda da nöqtədən güzgüyə qədər olan məsafə, linzaya qədər olan məsafədən fokus məsafəsi olduğu kimi. Bunu çevrəyə tamamlasam da, bu mərkəzdən olan məsafə də bizim üçün əyrilik radiusu anlayışını göstərir. O da fokusun 2 qatı qiymətinə bərabərdir. Yadınızda saxlayın. Və mən hər da mesela burada məsələn tam cisim qoydum, düzdür? Bu cisimdən güzgüyə qədər olan məsafə cisim məsafəsidir, amma D hərfi ilə işarə olunur. Xəyaldan güzgüyə qədər olan məsafə isə hər zaman xəyal məsafəsidir. Bunu da yadınızda saxlayın. Şüa. Deməli uşaqlar, bu olsun mənim çökük güzgüm, düzdür? Əlbəttə ki, bu da mənim olacaq baş optik oxum. Düzdürmü? Biraz nazik necəyək bunu. Baş optik oxum. İndi mən bu baş optik oxa paralel şüa göndərirəm. Biz nə dedik uşaqlar? Əgər oxa paralel şüa göndərirəmsə, bu şüa nə olacaq? Biraz qalın eləyək. Bu şüa deməli qayıdacaq və bu şəkildə qayıdacaq uşaqlar. Baxın, dedik ki, belə buradan bu şəkildə qayıdır. Düzdür? Həmən o qayıtdığı nöqtə mənim üçün nə olacaq uşaqlar? Fokus nöqtəsi olacaq hər zaman. Fokus nöqtəsi olacaq. İndi gəlin bunu qabarıq körpüyün üzərində, qabarıq körpü nədir? Qabarıq güzgünün üzərində deyək. Ağlım qalıb qabarıq körpüdə. O bir dərsdən. Hə, bu da olsun mənim qabarıq güzgüm. Qabarıq güzgüdə nə demişdik? Yenə baş optik oxu çəkirəm. Onunla işim yoxdur, o hər zaman vardı, onsuz da bilirsiniz. Baş optik oxu çəkdim və bunun üzərinə düşən şüa, bilirəm ki, nə inir uşaqlar? Üzərinə şüanı daxil elədi. Şüa qayıdacaq, amma daha doğrusu səpələnəcək də, belə deyək. Şüa burada səpələnəcək bu şəkildə, baxın, belə getdi. Onda mən bunun optik oxla kəsişdirəm, uşaqlar, bu belə çıxır gedir. Ona görə bunun uzantısını götürürəm və uzantısını optik oxla kəsişdirirəm. Həmin uzantının kəsişdiyi nöqtə də yenə də mənim üçün nə olur uşaqlar? Fokus nöqtəsi olur. Deməli, bax, bu bizim birinci qaydamız olur. Optik oxa paralel düşən şüa çökük güzgüdə qayıtdığı nöqtə fokus nöqtəsidir, yəni optik oxla kəsişdiyi nöqtə. Qabarıqda da ki, səpələnir, uzantısının optik oxla kəsişdiyi nöqtə mənim üçün olacaq nə? Fokus nöqtəsi. Bax, bu bizim birinci halımızdır. Daha sonra ikinci vəziyyətə baxa bilərik. Yəni, bu birinci halımız olsun. Sonra ikinci vəziyyətimiz nə olacaq? Uşaqlar, əgər şüa T nöqtəsinə düşsə, şüa həmin bucaq altında da qayıdır. Bax, gəlin bir dənə fikir verin. Təpə nöqtəsi bilirsiniz ki, buradır da, düzdür. Tutalım ki, mənim bir dənə şüam, baxın, belə təpə nöqtəsinə düşdü. Həmin bucaq altında da qayıdacaq. Bir dənə fikir verin, bax, belə. Gördünüzmü? Yəni, həmin bucaq altında qayıdır. Necə düşmüşdüsə şüa, həmin bucaq altında da qayıdacaq. Bu, çökükdə də belədir, uşaqlar. Qabarıqda da belədir. Gəlin, bir dənə baxaq. Qabarıq güzgüdə də baxanda, baxın, belə olacaq. Yenə qabarıqda düşəcək şüa, belə bu şəkildə. Düzdürmü? Yenə də şüa düşür axı. Həmin şəkildə də qayıdacaq. Baxın, bu şəkildə. Yəni, T nöqtəsinə düşən şüa, yəni qütbə düşən şüa həmişə olduğu kimi geri qayıdır. Bu yadınızda saxlayın. Bu da olsun bizim ikinci halımız. Deməli, paralel düşəndə fokus nöqtəsindən keçir. Amma təpə nöqtəsinin üzərinə düşəndə həmin bucaq altında qayıdır. Yaxşı, bunu da yadımızda saxlayaq. Bu da bizim ikincidir. Bir yazmışam bura. Yox, bu ikincidir da artıq. Bunu da silək. Bura 2 yazaq ki, çaşmayaq. Bu da olsun bizim ikinci halımız. Hala. Bax, bu şərt nə deməkdir? D cisim məsafəsi idi. Düzdür? R də əyrilik radiusudur. Yəni, cisim R-dən uzaqda yerləşir. Bu o deməkdir. İndi gəlin bir dənə məsələmizə belə baxaq. Mən bir dənə burada güzgünü çəkeyim. Deməli, uşaqlar, bu mənim güzgüm, bu optik mərkəz. Bu olsun, deməli, fokus məsafəsi. Baxın, bura olsun fokus məsafəsi. Buradan da burada olsun 2 qat fokusa. Yox, fokus məsafəsini onda biraz içəridə eləyək. Çünki burada deməli 1, 2, 3 burada yazaq da. Fokus məsafəsi bura olsun. 1, 2. Burada 2 qat fokus olsun. Təxmini qoyuram uşaqlar. Amma yəni eləmək lazım ki, təxmini də olsa ölçülər bərabər olsun da. Burada da 2 qat fokusdan böyükdür. Hə, indi birinci şərtimizə baxaq. Birinci şərtimizdə deyirəm ki, D cisim böyükdür radiusdan. Əyrilik radiusundan. Ya da istəyirsiniz bura 2F yazmayaq, elə R yazaq. Çünki bunu R kimi öyrənmişdik da biz. Cisim R-dən böyükdür, o nə deməkdir uşaqlar? Yəni cisim hardadır? R-dən sol tərəfdə də, R-dən uzaqdadır.
Cisim erdən böyükdür, bu deməkdir. Cisim erdən uzaqdadır. İndi nə edəcəm? Tutalım ki, mən görmək istəyirəm ki, cüzgünün digər tərəfindən bu necə alınır? 2 dənə şua göndərəsiniz uşaqlar. Gəlin göndərək. Baxın, cismi lap istəyirsinizsə biraz da qalın eləyək. Bu mənim cismim olsun. Cismi biraz qalın elədim. 2 şua göndərirəm. Uşaqlar, şualarımız hansılar olacaq? Baxın, qırmızı rənglə göndərəcəm. 1. Cismin təpə nöqtəsindən şuanın birini dedik ki, paralel göndəririk və bildik ki, paralel göndərdiyim şua fokus nöqtəsindən keçəcək. Keçirtdim. İkinci şuanı isə təpə nöqtəsindən göndərirəm. Düzdür? Və bilirəm ki, təpə nöqtəsindən göndərdiyim şuada nə edəcək uşaqlar? Təpə nöqtəsindən göndərdiyim şuada yenə də olduğu kimi qayıdacaq. Yəni, belə. Belə. Gördünüzmü? Olduğu kimi də qaytardım. Nə baş verdi uşaqlar? Düşən 2 şua bu nöqtədə kəsişdi. Bu o deməkdir ki, cismi biz burada görəcəyik. Uşaqlar, baxın, tərsinə cismi burada görəcəm. Bu cismi burada görəcəm. Başa düşdünüz nə demək istədiyim? Tərsinə, kəsişmə nöqtəsində görürəm. Bax, buradan aşağıda, bax, belə. Bu nöqtədə. Hətta istəyirsiniz qara rənglə göstərim ki, bilin ki, cisimdən söhbət gedir. Bax, burada. Bu 2 şuanın qayıdıb kəsişdiyi nöqtə var, ha. Həqiqi görürəm cismi, çünki niyə? Cüzgün mən olan tərəfindədir. Həqiqi görürəm, amma necə görürəm uşaqlar? Tərsinə bir də fikir versə biraz balacadır. Balacalaşdırılmış formada görürəm. Bax, məsələ bundan ibarətdir. Burada çətin bir şey yoxdur. Bəli, aldığım xəyal cisim tərəfdə olduğuna görə, yəni digər tərəfində deyil. Ona görə həqiqidir. Necə? İndi düşünürəm ki, cisim erə bərabərdir. Cisim erə bərabərdir nə deməkdir? Yəni, cisim əyrilik radiusunun üzərindədir. Qoydum əyrilik radiusunun üzərinə. Həmən şey eləyəcəm. Uşaqlar, 2 dənə şua göndərirəm. 1. Paralel şua, yəni həmişə də cismin bu baş tərəfindən göndərəcəm şuanı. 1 paralel şua və demişdim ki, paralel düşən şua fokus nöqtəsindən keçirtdim. İkinci də nə eləmişdik uşaqlar? Təpə nöqtəsinə şua göndərmişdik də, yadınızdadır. Və demişdik ki, təpə nöqtəsinə göndərdiyim şua həmişə nə olacaq? Həmişə, belə deyək, necə var elə qayıdacaq. Təpə nöqtəsinə göndərdiyim şua olduğu kimi qayıdacaq. Elə olduğu kimi də qaytarıram. Yəni, bucağın dəyişmədən qaytarıram. Bax, belə də, bucağın elə ki, dəyişməsin. Hə, indi nə oldu? Bunlar harada kəsişdi uşaqlar? Bunlar, baxın, bu nöqtədə kəsişdilər. Hə, bunların kəsişdiyi nöqtə, ayso, yenə mənim üçün nə olacaq? Deməli, xəyalın həqiqi olduğunu göstərir. Çünki, bax, elə bir tərsinə arxa tərəfində alındı da, aşağı tərəfində. Baxın, budur. Burada alındı da. Bax, burada. Vəssalam. Deməli, burada yenə uşaqlar həqiqi alınıb xəyalım. Həqiqi. Hardan bildim həqiqidir? Çünki yenə güzgünün bu biri tərəfində alınmayıb. Cism olan tərəfdə alınıb. Həqiqidir. Yenə tərsinədir fikir verirsinizsə. Amma bu səfər görürsünüz uşaqlar eyni özü boydadır. Və özü boyda alınır. Özü boyda alınır. Yəni nə balacadır, nə böyükdür. Özü boyda xəyal alınmış olur. Bax, bunlar xəyalın alınması. Qaranlıq qalan bir şey varsa soruşun. Bu da olur bizim ikinci halımız. Ona görə də bura 2 yazaq. Bu da bilək ki, ikinci halımızdır. Bax belə, aydın olmayan bir şey varsa soruşun. Bu da olur bizim ikinci halımız. Yəni, cismin xəyalın üzərində olanda elə fokusda kəsişirlər. Daha doğrusu yox, əyrilik radiusunda, erdə 2 qat fokusda kəsişirlər və orada gördüyünüz kimi özü boyda alınır. Bu da ikinci. Sonra keçək burada. D-dən kiçikdir. Er D-dən kiçikdir. Yox, daha doğrusu üzr istəyirəm, cisim məsafəsi D. Əyrilik radiusundan kiçikdir. Yoxsa böyük? Yox, kiçik. F-dən böyükdür. Gəlin, onda belə yazaq da. F-dən böyükdür. D-miz. Amma R-dən kiçikdir. Bax, F-dən böyük. Bir dəqiqə, bu niyə yazmır axı? Bizi incidir. Yəqin video çəkirəm, ona görədir. F-dən böyük, R-dən kiçik. Hə, çünki tən ortasındadır, görürsünüz ki. Hə, indi nə olacaq? Həmən şey. Bax, görün uşaqlar, yenə eyni şey edirəm. Təpə nöqtəsindən bir dənə paralel göndərirəm və deyirəm ki, paralel olan fokus nöqtəsindən keçdi qəşəng. Sonra birini də hardan göndərirəm, birini də təpə nöqtəsinə göndərirəm. Bu da yenə olduğu kimi qayıtdı qəşəng. Düzdür? Olduğu kimi qayıtdı. İndi gəlin bunların kəsişdiyi nöqtəyə baxaq, bura. Deməli, burada alınacaq. A isə olsa mən, burada alınacaq. Bəli. Burada necə alınacaq? Deməli, kəsişdiyi yerə gətirirsən də oxu. Nə görürəm uşaqlar? Yenə də həqiqi aldım. Yenə də həqiqi aldım. Çünki yenə güzgü olan tərəfdədir. Amma nə görürəm? Yenə tərsinədir. Sadəcə normaldan böyükdür. Deməli, həqiqi aldım. Həqiqi.
Yenə tərsinədir. Baş aşağıda, yəni. Yenə tərsinədir. Amma bu səfər böyüdülmüş almışam. Yəni normalda cismimdən fikir verirsinizsə xəyal nə qədər böyük alınıb. Yəni burada xəyal böyüdülmüş alınır. Vəssalam. Əsas məsələ odur ki, bütün hallarda iki cismdən 2 dənə ox çıxardacaqsan. Oxun biri paralel və bilirsən ki, fokusdan keçir. Digəri isə təpə nöqtəsinə gedir və bilirsən ki, olduğu kimi qayıdır. Sonra o 2 dənə oxu kəsişdirirsən. Vəssalam. Kəsişmə nöqtələrində xəyal al. Görək nə olacaq? Yenə həmən şey edirəm uşaqlar. Əyləncəlidir əslində biləndən sonra. Başdan paralel göndərirəm və bilirəm ki, paralel olan fokusdan keçir. Bir də mərkəzə göndərirəm və bilirəm ki, mərkəzə göndərdiyimdə paralel gedir. Uşaqlar bir dənə bunlara fikir verin. Bunlar heç kəsişmir axı. Nə qədər uzadırsan uzat, bunların kəsişməsi yoxdur. Onda belə çıxır ki, burada ümumiyyətlə heç xəyaldan zaddan söhbət getmir. Burada xəyal alınmayacaq. Yazıram xəyal alınmır. Niyə? Çünki qaydan şüalar kəsişmədir axı. Kəsişməmək olan yerdə xəyal necə alınsın? Ona görə burada xəyal alınmayacaq. Bu da yadımızda saxlayaq. Baxın, burada bu biraz digərlərindən fərqlidir. Ona görə diqqətli olun. Tutalım, bir yaxşından fokusun üzərində idi. İndi gəlin cismi fokusdan da yaxına qoyaq. Yəni cisim məsafəsi fokus məsafəsindən də kiçik olsun. Yəni tutalım ki, cisim fokusun üzərində deyildi. Ya fokusdan da yaxına gətirdim də, bax qoydum bura. Görün nə baş verəcək uşaqlar. Yenə də cismin üzərindən 2 dənə şüa göndərəcəm. Bu göndərdiyim bir şüa, deməli nə oldu? Fokusdan keçdi. Digər şüa nə oldu? Bir dənə də şüa göndərirəm buradan. O da bilirəm ki, optik mərkəzdən keçəcək də. Düzdür? Aha. Bax fikir verin, bunlar get-gedə bir-birindən uzaqlaşır. Ona görə də uşaqlar mən bunların uzantılarını götürürəm. Bir dənə bunların uzantısını götürün. Baxın, yenə kəsişmirlər, söz yox, amma bir-birlərinə uzaqlaşırlar. Bir yaxşılar paralel idi. Ona görə onların uzantıları da heç vaxt kəsişməyəcəkdi. Amma bunlar get-gedə bir-birindən uzaqlaşırlar deyə, deməli bunlar hardasa bir yerdən başlayıblar da. Bax bir dənə məsələn bunu uzat, bu belə uzanır. Bir də bu birini uzat, bu da belə uzanır. Fikir verin, burada kəsişdilər. Yəni özləri kəsişməsə də uzantıları kəsişir və cisim özü baxın burada alınır. Düzdür? Daha doğrusu cisim yox, cismin xəyalı. Xəyal burada alınır. Fikir verdinizmi? Hə, vəssalam. Burada artıq mən xəyala deyəcəm məfhumi xəyal. Ay müəllim, niyə həqiqi olmadı? Çünki uşaqlar görürsünüz ki, güzgünün digər tərəfində alınıb. Ona görə məfhumi xəyaldır. Tərsinə yazmayacağam, düzünə yazacağam. Çünki tərs baş aşağı deyil və uşaqlar bu da böyüdülmüş alınır. Görürsünüz ki, cisimlər nə qədər böyükdür. Bax belə. Bu da olur bizim böyüdülmüş xəyal. Güzgüdə görək və İndi burada biz nə elədik? Bir dənə diqqətlə baxın. Deməli, bir dənə cisimdir. 2 dənə şüa göndərdim. Paralel göndərdiyim şüa qayıtdı. Uzantısını fokusdan keçirdim. Təpə nöqtəsindən göndərdiyim şüa da qayıtdı. Uzantısını buradan apardım. Və bu iki uzantının kəsişdiyi nöqtədə cismin xəyalı alındı. Görürəm ki, məfhumi alınıb. Çünki cisim cüzgün bir tərəfində qalıb, xəyal digər tərəfində. Yəni məfhumidir. Bu da yuxarıdır, bu da yuxarıdır. Ona görə düzünədir. Amma bu böyükdür. Alınan xəyal kiçikdir deyə kiçildilmiş xəyal alınmış olur. Bu da olur qabarıq güzgüdə xəyalın alınması. Başqa yerə qoysan, məsələn, bura qoy hesabla yenə həmən şey. Başqa yerə qoy hesabla yenə həmən şey. Yəni hər tərəfdə eyni alınır. Amma sferik güzgülərdə ayrı-ayrı yerlərdə ayrı-ayrı alınır. Onların da mən hamısını videoya çəkdim. Atacağam sizə. Bu maraqlıdır ki, mənə güzgüdən baxan, belə baxmaq yox ha, güzgüdən baxan, yəni güzgüdən hansı nöqtəyə görəcəm, hansını görəcəm, o maraqlıdır. Nə edəcəm? Bax, gözü hər zaman bir işıq mənbəyi kimi götürəcəm. Nöqtəvi işıq mənbəyi kimi. Buraya yazaq göz. Bu mənim nöqtəvi işıq mənbəyimdir. Ümumiyyətlə fərqi yoxdur. Göz olmasaydı da, burada hər hansı başqa bir cisim də olsaydı, cisimdən ya da gözdən işıq şüalandırırıq. Güzgünün hər iki tərəfinə. Yaxşımı? Yəni bax, gözü işıq mənbəyi kimi qəbul edib, bir güzgünün başlanğıc, bax bu aşağı hissəsinə, bir də güzgünün yuxarı hissəsinə 2 dənə işıq şüalandırırıq. Vəssalam. Yəni məsələ bundan ibarətdir. Bu yollanılan işıqların qayıtması mənə maraqlıdır. Hansı bucaq altına qayıdır? Əlbəttə ki, düşən bucaq altına qayıdır da. Bax bu belə bu bucaq altına qayıtdı və digər düşəndə bax belə bu bucaq altına qayıtdı. Düzdür? Elə eləməlisən ki, bu gedən hansı bucaq altındadırsa, qayıdan da həmin bucaq altında olsun. Nə ondan çox olmasın, nə də ondan az olmasın. Vəssalam. Bax arada qalan bu hissə var ha. Arada qalan bu hissə. Bu hissə mənim üçün görmə sahəsi adlanacaq. Yəni mən o sahəni görəcəm. Ondan qeyrisini artıq görə bilmərəm.
Bax, burada artıq bu sahəmiz bura alındı da, düzdür? Fikir versən, qayıdan bucaqlar arasındakı hissə mənim üçün görmə sərhəddi adlanır, qayıdan bucaq. Yaxşımı? Yəni sən iki bucağı şu anı göndərdin. Onlar arasından qayıdan hissə mənim üçün görmə sahəsini ifadə edir. Burada görürəm ki, görmə sahəsinə 3 nöqtəsi, ondan sonra bir dəqiqə 3 nöqtəsi, ondan sonra 5 nöqtəsi, bir də 1 nöqtəsi düşdü. Ona görə də mən bu nöqtələri güzgüdən görə biləcəm göz vasitəsilə. Amma yerdə qalan hissələri 2-ni və 4-ü mən güzgü vasitəsilə görə bilməyəcəm.